Bax, yenə təkrar deyirəm. Həndə silsilə deyəndə ya eyni ədədə vururlar, ya eyni ədədən ağarırlar, bölürlər. Baxıram bura 1, 2, 4, 8. Neçəyə vura gediblər? 2-yə. Deməli, vurulan ədəd 2-dir. 25 olub. Nəyə bölüblər? 4-ə. Deməli, bu azalandır. Azala gedir. Bu artan həndəsi silsilədir. Bu nətər həndəsi silsilədir? Azalan. Baxıram buna. Mənfi 110 olub. Nəyə bölüblər? Mənfi 10-a müsbət eləyib. Müsbət 10-u mənfi 10-a bölüblər. Mənfi 1 eləyib. Deməli, bunları nəyə bölə gediblər? Mənfi 10-a bölə gediblər. Bu artanda azalan. Bu cəh artır, cəh azalır. Bunu heç nə deyəmərəm. Nə artması barəsində, nə azalması barəsində. Kitabda belə deyir. Həndəsi silsilə. Bu birinci hədd, bu ikinci. İkinci hədddən başlayaraq. Hər bir həddi özündən əvvəlki hədlə eyni ədədin hansında bərabər olması həndəsi silsilədir. Yəni nədir? Birini o birinə vuranda avtomatik ikincisi çıxır. Həndəsi silsilə budur. İndi çüyünü nətər tapırıq? Çüy var orada. Görək çüy nədir? Bax, həndəsi silsilədə bu nəyə vurublar? Birinci asanlığından başlayaq. 2-yə. O vurulan ədədə silsilə vuruğu deyərsiniz. Deyərsiniz çüy hərfindən işarə olunur. Silsilə vurulur. Silsilə vurulur. Nətər ədədi silsilədə üstünə məsəl üçün 5-5 gələndə deyirdim D5 deyirə. Bu da indi neçəyə vura gediblər? 2-yə. Deyəsən onda çüyümüz nəyə bərabərdir? 2-yə. Sual verin, bu 2-ni nətər tapdınız? İkincini nəyə böldüm? Birinciyə. Məsəl üçün 16-nı götürdüm, özündən əvvəlkinə böldüm. Onda deyəcək, çüyünü tapanda özünü götürüb, özündən bir vaxt nəyə böləcəm? Əvvələ. Çüyünün üstürudur. Ədədi silsilədə D-ni tapanda çıxma olur. Bu da silsilə vuruğu deyiləm elə. Vuruğun tərsi nədir? Vurmanın tərsi. Bölmə. Ona görə bölmə olur. Bax, məsəl üçün. Çox adam çaşır. Yazıram. 27, 9, 3, 1, 3-də 1. Bu da çüy neçədir? 3-də 1. 3-ə bölüblər, düz deyirsiniz. 3-ə bölünə gedir. O yazacaq ki, 3-ə bölünür. Elə yox. Çüyünü tapanda dedi. Bax, 5-ci sinif uşaqlarına həmişə öyrədirlər. Məsəl üçün deyir, ədədi 4-ə bölmək, onun 4-də 1-ini tapmaq deməkdir. 4-də 1-ə vurmaqdır. Bax, məsəl üçün, 20-ni 5-ə böləndə neçə eləyir? Deyir, 5-ə bölmək, ədədin 5-də 1-ini tapmaqdır. 5-də 1-ə vurmaqdır. 20-ni yenə 5-də 1-ə vuranda 4 eləyirmi? İndi 3-ə bölüblərsə, siz ya qısa yazsınız, bunu 3-də 1-ə vurublar, ya da çüyünü tapanda ikinci yerdə duran. Bölürəm nəyə? İkinci yerdə duran 9 idi. 9-u bölürəm nəyə? 27-yə. Həndəsi silsiləni B-N ilə işarə edirik. B-N, bu hərfi. Hərfə mən çox fikir vermirəm. Olsa kitabda yazılır. Bu ədəd bu həndəsidir. Həndəsə bu deyirlər. Məsəl üçün, bu B1-dir, bu B2-dir, bu B3-dür, bu B4-dür, bu B5-dir. B nədir ümumən? Nə deməkdir B? Neçənci yerdə duran? Məsəl üçün, ikinci yerdə duranı birinci yerdə durana bölürəm. Bu da ikinci yerdə duran nədir? 9. Bölürəm 27-yə. İxtisar edirəm. 3-də 1 qalır. Təkrar belə deyirəm. Həndəsi silsilə nədir? Həndəsi silsiləni B hərfindən göstərirlər. B-N. B-N. B1, B2, B3, B4, B5. Bu nədir? Yəni, nömrələr də həddləridir. Həddlərini verir. Həmin verilən ardıcıllığın neçə dəfə artıb azaldığını göstərən ədədə nə deyirlər? Çüy deyirlər. Yəni, silsilə vuruğu. Çüyünü nətər tapsan? Məsəl üçün, ortalıqdan birini götürdüm 3. Qabağında nə durur? 9. 3-ü bölürəm 9. 3-ü bölürəm 9-a yenə 3-də 1 eləyir. Hə, bir də nə deyir? Bax. Bu ardıcıllıq deyirlər. Bu da pozan ədəd yoxdur ki. Hamısını nəyə vura gedirlər? 3-də 1-ə vura gedirlər. Yəni, 3-də 1-dir. Misalları yazanda adətən o 5-ci sinif din testində olurdu. Deyirdi ki, ardıcılığı pozan ədədi göstər.
Hamısını məsəl üçün 3-də 1-ə vura gedir. Bax, bunun ortasına bir dənə 2 yazsam. Bu 2, bu da üzə nədir? Artıqdır, pozur. Yəni, ona diqqət edin. Birdən elə suallar qavanıza çıxa bilər. Çatdı bu. 2-nü nətər tapdım? Ramal. Şunu düşsün oldu. Neçənci bilməm, nəyini? Birinciyə qoydum. Və yaxud 5-cini 4-cüyə. Özündən bir vahid görüyor. 2-nün adı nə oldu ay Nazim? 2-nün adı? Sağ misalda deyəcək, silsilə vuruğu budur. Məsəl üçün, silsilə vuruğu 5-dir. 2-nün yerinə nə yazacaqsan? 5. Cavab kəsir də olar, mənfi də olar, hər şey ola bilər, fərq eləmir. Başa düşdük həndə silsiləni. İndi nə öyrəndim? Bax, ədədi silsilədə deyildi. Məsəl üçün, A 8-i tapanda. A1 üstə gələk neçədir yazırdı? 7-dir. 8-dən 1 çıxırdıq 7. İndeksdən D-nın qalanını cəmləyəndə bölün. A 8-ci yerə duranı verirdi. İndi həndə silsilədə var. Məsəl üçün, B8-i tapmaq istəyirsən. Ədədi silsilədə arı toplamadır. Bu da vurma olacaq. B1-i yazarsan. 2-nü bölünə yazarsan. Vurarsan 2-yə. 8-dən 1-in arasında fərq neçədir? 2-nün üstünə 7 yazarsan. 2 üstü 7. Bax, düsturlar belə parçalayacaq. Məsəl üçün, B üstü 8. Bu da vurma olacaq. B, məsəl üçün, 3 yazıram. 8-dən 3 çıx. 5, 2 üstü 5. Yazıram. B, 16. B, 12 vur. 2 üstü neçə? 4. Bax, B-ni belə parçalayasın. B bu formada parçalanır. B-ni yazdırıq bu formada. De görüm, ay, Cəfərov Əli. B 20 bərabərdir. B 18 vuraq. 2 üstü neçə? 2. Bu da amma həmin 2-ni 2-nün yanına yox, arasına yazırıq, qüvvətinə yazırıq. Bu nə deməkdir? Biri var, 20-yə qədər yazasan. Bir də var, birbaşa. Tez 20-ni tapmaqdan ötürü bu düsturu yazıb tapa bilərsən. Çatdı bu. Məsəl üçün, misal yazıram. Adi yazaq. Tutaq 2, 1, 2, sadəsini yazırım. 16, 32. 16. Deyirəm, məsəl üçün, 10-cu yerdə duran tap. 10-cu yerdə duran 24-dür. 24-dür, hə, bilmirəm, dəqiq yazar. Deyirəm, 10-cu yerdə duran tap. Ağlım biçimdir. Yazaram, nəsə. Deyirəm, 10-cu yerdə duran tap. Nə qararsan? Bir vura gedərəm. 2-yə vururam, 32. 2-yə vururam, 64. 2-yə vururam, 128. 2-yə vururam, 216. 256. 2-yə vururam, 512. Dur sayaq, 512 eləməlidir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu yerdə duran neçədir? Ya da biri var, belə taparsan. B10 axtarıram elə. Əlimdə B1 də var, B2 də var. Kef səndir, mən B1-i götürürüm. B1 vuraq. 2 üstü neçə yazacam? 9. B1-imiz 1-dir. 2-ü də neçəyə vura gediblər? 2-yə. Bölsələr 2-də 1 yazıram, vursalar 2 yazıram. Bu da eləyir. B1, 1 vur, 2 üstü 9. Bu da 512. Cavab eləyir 512. 2-ni 9 dəfə özünə vuranda 512. De görüm aynıca. Mən bura B10 verib, bura B1 verib. 2 üstü 9 niyə yazdım? 9 hardan çıxdı? 9-un üstünə bir gəldi. Ondan 9-u çıxıram, ondan 1-i çıxıram, 9 eləyir. 2-nü hardan bildim 2-dir? 2 nə deməkdir ki, orada 2 yazmışam. Hardan bildim? Aha, deyirik 2 neçə dəfə artdığını və ya azaldığını göstərir. Bu aydındır. Başa düşdük tam buna. İndi buna aid misallardan vereyim.
Məsəl üçün, evdə yazmağa başlayanda görəsiniz başlıq həqiqətən çox azad gedir. Birinci sual. Deyək, B3 6-dır. B4 12-dir. Silsilə vuruğu neçədir? 2. Silsilə vuruğunu nə tər tapıram 2-nü? B4-ü B3-ə bölürük. 12-ni 6-ya bölürük. Cavab neçədir? 2. Bu qədər. Çətindirmi? Bax, sağ sual verir. Sağ sual verir. Bu da nə verir? Deyir, həndə silsilədə B1 162-dir. B2 54-dür, B6-nı tapın. Tutaq ki, dərs haqqında düstur bilmirsən. Bir dənə bilsən ki, həndə silsilə nəyəsə vururlar, nəyəsə nə varırlar, bölürlər. Bir yaz. B1 yaz. B2 yaz. B3 yaz. Hələ qaydasına yazmıram da. B4 yaz. B5 yaz. Biz nəyə axtarırıq? B6-nı. B6-da dayandıq. B1 162-dir. B2 54-dür. Mən bunu davam eləsəm, bunu nəyə bölüblər? 3-ə. Yəni 3-də 1-ə vurublar. 3-ə bölə gedirəm. Bu edir 18. 3-ə bölürəm 6. 3-ə bölürəm 2. 2-ni də 3-ə böləndə 3-də 2. B6-mız nəyə bərabərdir? 3-də 2. Bax, imtahana bəzi suallar düşəndə, onları heç variantla getməyə, qayda ilə getməyə ehtiyac yox. Sual onlardan biridir. Prosto sən dərk eləməlisən ki, mən B1-im var, B2-im var. B1, B2 varsa, onsuz da bu misalın bütün növlərini həll edəsən avtomatik olaraq, fərqi yoxdur. B1-i verib, B2-ni verib, B6-nı soruşur. Sırayla yaz, məsəl üçün, başa düşməkdən ötürü birinci belə yazıram. 162 54 olur. Nəyə bölüblər? Deməli, mən bu ardıcılığı 3-ə bölə nağarram, davam elətdirirəm. Neçəyə qədər istəsəm. 2-ni 3-ə böldüm, elədi 3-də 2. B6-nın qiyməti nəyə bərabərdir? 3-də 2. Çatdı mı bu? Yox, biri deyil, məsəl üçün, B6 əvəzinə məndən B16 desər, mən yazmaq istəmirəm axı belə, vaxtım gedir. Nə varım? B6-nı qıraqda parçalayıram. Deyirsən, B6-nı nəyə parçalayayım? Əlimdə B1 də var, B2 də var. Ürəyin nəyə istəsə, kef səndir. Mən B1-ə parçalayıram. B1 vurar. 205. Aha. Onu yazıram. B6 bərabərdir. B1 162 vurar. 2-nü tapıram. 2-nü tapanda ikincini nəyə bölürdüm? Birinciyə. 54-ü bölürəm 162-yə. Eləyir 3-də neçə? 1. 54-ün özünü ixtisar aparıram. Ya da onsuz da görürəm ki 162 54 olur. 3-ə bölmək 2-nün 3-də 1 olduğunu qədər verir. Yazıram. 3-də 1-in üstü 5. Qorxma, adi hesablamadır. 162 yazıram. 3-ü 5 dəfə öz-özünə vururam. 243. 1-i 5 dəfə öz-özünə vururam 1. Surətə vurulur. 162 böl 243. İxtisar edirik. Rəqəmlərin cəmi 9-a bölünür. Həm də ən böyük 81-ə bölsək, bu da 2 qalır, bu da 3 qalır. Cavab edir yenə. 3-də neçə? 2. Bəyəxçi düstursuz yoludur. Adi qaydada. Bu da hansı qaydanı tətbiq elədir? Düsturu. Çatdı bu hissə. Aydın oldu. Yəni 6-cı yerdə duran qiyməti 3-də 2-dir. Kimin sualı varsa desin bunu. Başa düşdük mü bunu? Sonra həndə silsilədə nə xassə var? Nə xassə var, onu yazıram. Hələ 3-ünü tam başa düşək, sonra onu yazım. Belə bir şey verəcək 28-də. Verəcək B5, deməli, 7-dir. B8 56-dır. Silsilə vuruğunu tapın. Silsilə vuruğu nə deməkdir? 2. 5-ci həddin qiyməti 7-dir. 8-ci həddin qiyməti 56-dır. Sadəcə 2-nü tap. 2-nü sizcə nə tər taparam? Nə? Yox. Böyük olan hansıdır? B8-i parçalayacağım. B8 bərabərdir. Əlimdə nə var? B5 vur, 202. Bax, belə yazacağım. 3, hə, B üstü 3. 8-dən 5 çıxırıq 3. 8-dən 5 çıxırıq 3. Belə yazıram.
Çünün kitabda başqa düsturu var. Çü bərabərdir. Çü üstü n minus k, bn bölə bn minus k. Prosto mən onu əzbərlətmirəm. Mən onu demirəm. Çünün belə düsturu var kitabda. Deyək bn böl bk. Təpəsinə də n çıx k yazsın. Mən bunu öyrətmirəm. Çünü nətər tapırıq? Ya özündən qabaqçına bölsə. Ya da ki, ayrı-ayrı olsa. Bunlar ardıcıl deyil axı. Onda ədədi silsilədə kimi böyüyün ağarırdım, parçalayırdım. Amma hər ağlıma gələni yox. Əlimdə nə var? B5. B5 var deyə B8-i B5-ə parçalayıram. B5 olmasa, B3 olsa B3-ə parçalayaram. B4 olsa B4-ə. Yerinə yazırıq. 56 bərabər 7 vur. Çünün kubu. 56-ı 7-yə bölürük. 8. Nəyə? 3 dəfə öz-özünə vuranda 8 eləyir ki. Çü yadda saxlayın. Bir misalda həm müsbət 2 də çıxa bilər, həm mənfi 2 də çıxa bilər. İndi bu da təkcəni ödəyən ki. Başa düşdükmü çünü? Tam. Birini də yazıram bunu. Tam aydın olsun deyə. Məsəl üçün. Deyir, B5 18'dir. B5 18. B7 72'dir. Çünü tap. Nəyə bərabər eləyəcəm? Aha, B7 bərabər 2 üstü 2. Bu müsbət 2. Bu da müsbət mənfi 2-dir. 72-ni 18-ə bölüb 4. Nəyin kvadrat 4 eləyir? Həm müsbət 2-ni götürəsən, həm mənfi 2. Şərtdə desək ki, müsbət silsilədir, müsbət həndəl silsilədir, cavab çümüz müsbət 2 olur. Mənfi də həddləri mənfi 2. Heç nə deməksə, həm müsbət 2-dir, həm mənfi 2-dir. Bax, belə. Çünü hamı tapa bildi? Çü getdi. İndi gəlir həndəl silsilənin xassəsi. Xassə. Nəyə yada salın? Ardıcıl hədd nə deməkdir? Dalbadal gələm. Məsəl üçün, A1, A2, A3. 3-cü, 4-cü, 5-ci yerdə duraq. Məsəl üçün, bu ardıcıldır. 10, 11, 12. 13, 14, 15, 16. Bunlar ardıcıldır. Deyirdi, ədədi silsilədə, ədəddə sağ 3 dənə ardıcıl hədd versən. Məsəl üçün 4, 2, 9 ardıcıl idi. Ortadakı nətər tapırdıq? Deyirdi, x bərabər idi. 4 dənə 9-u toplayırdıq. Nəyə bölürdük? 2-yə. 13-ün yarısı neçə eləyir? 6,5. X olur da 6,5. Təkrar bir də deyirəm. Bu, ədədi silsilənin qaydası idi. Deyirdi, ədədi silsilədə ədədlər dalbadal gəlirsə, 3 dənəsində. Tən ortadakı qıraq qonşularının cəminin nə idi? Yarısı idi. İndi bu həndəl silsilədə də var, amma qaydası ardıcıdır. İmenli gərək ardıcıl həddi olsun. İmenli. Bu həndəl silsilədən danışıram. Həndəsi. Yenə deyirəm, hardan biləsən ədədidir və yaxud həndəsi? Nədə deyəcək? Şərtin özündə deyəcək. Versən 4, 2, 9. Bu ədədi silsilədədir. Sağ desək ki, həndəs silsilənin ardıcıl həddlərdir. Bu gəlir. Ortadakını götürəsən. Ortadakının kvadratı. Ortadakının təpəsinə kvadrat yazarsan. Bərabərdir kənar həddlərinin hansına. 4 vur 9. Qonşularına. 4 dəfəm 9, 36. Nəyin kvadratı 36 ola bilər? Müsbət mənfi 6. B1, B2, B3, nə bilim. İkinci yerdə duran həm müsbət də ola bilər, həm mənfi 6. Təkrar bir də deyirəm bu hissəni. Düstur belədir, indi düsturunu yazacağım. Ortadakı, hər ortadakını götürən mənəm, ağlıma gələn. Ancaq hansı ortadakıları? Ardıcıl olanda. Bilirsiniz nəyə oxşur bu? H kvadrat hemen düsturu var idi, düz bucaqlı, uç bucaqda. Təpədən bir dənə bu düz bucaqlı, uç bucağı idi.
Bura A karteti idi, bura B karteti, bura hipotenuz. Təpədən bir dənə hündürlük çəkirdi. H. Burada MN idi proyeksiya. H kvadrat MN üstür var idi. Biraz ona oxşuyur. Ortadakının kvadratı kənar həddlərinin nə idi? Hasilidir. Qıraqdakıları bir-birinə vurur. Əslində məntiqdən yanlışam mən. Ədədi silsilə ədədi ortadır. Ədədi ortasını tapsam. Həndəsi silsilədə həndəsi ortanı tapsam. Həndəsi orta nətər idi? Bir-birinə vururdun. Kökün dərəcəsi neçə idisə kökə salardın. İndi burada da kvadrat deyə təpəsinə kvadrat yazırlar. Və ya başqasını yazıram. Yazıram 5, y, 10. Sualı belə verirsən. Desəm ki, bu ədədi silsilədir. Y nədir? 7,5. 5 dənə onu toplayıb yarıya bölərəm. Həndəsi silsilədə deyəndə ortadakının kvadratı 5 dənə onun nə idi? Hasili. 5 dənə onun hasili 50-dir. Nəyin kvadratı əldə edir? Kökdə əldir. Qabağında da müsbət mənfi. Tamam, başa düşürdünü? İzah elə görüm. Tərlan nətər olacaq həndəsi silsilədə? İkisi nətər tapacaq? Ortadakının kvadratı kənarlarının hasili. Aydındır baba. Başa düşdük bunu. 9-cu siniflər hal-hazırda bu mövzudadılar. Ədədi silsilədədirlər, sonra da həndəsi silsilə keçəcəklər məktəbdə. Başa düşdük həndəsi silsiləni. Bu bunun qaydası. İndi kitabda qəribə bir dənə düstur yazır. Düstura baxsan ki, müəllimin izah elədiyi ayrıdır, düsturdakı bir-birindən fərqlisizdir. Eyni şeydir. Mən birinci niyə bunu izah edirəm? Dim həmişə salanda bunu ortasına salır. Deyir ardıcıl həddləridir, bunu salır. O biri tayını mən çox istifadə eləmirəm. Yəni ümumən istifadə eləmirəm. Mən parçalayıram yenə. B1-lərə. Bax, kitab açanda belə bir düstur görəsən. Xəstəsində yazır. B minus K, B plus K bölü, daha doğrusu. B-nin kvadratı belə. Yaxud beləsi var, belə yazır. Müsbət mənfi kök altda B minus K vur B plus K. Mən bundan gedəcəm, belə rahat. İndi qulaq as, bu nədir? Bunu baxma, o düstura baxma, başını qarışdırma. Yazıram. Belə yazıram. 1, 2, bu daha asandır deyə özüm bunu yazıram. Böyle. 8, 16, 32, 64. Aha. Həndəsi silsilədir. Bura B1'dir, B2'dir, B3'dür, B4'dür, B5'dir, B6'dır, B7'dir. Ortada hansı durur medianı? Sən ortada duran. Bax, ortada duran B4'dür. Sən buradadır. B4. Tən ortasıdırmı? Ardıcıl həddlər vermişəm. B2, B3, B4, B5. Tən ortası budur. İndi bura bax. 8'in qonşuları. Bir vahid saatdan. 4. Biri də o biri tərəfdən 16. Bir də bura bax. 4'ü 16'ya vuranda neçə eləyir? 8'in kvadratı neçə eləyir? Bayaq bir qayda dedik. Əgər bu həndəsi silsilədirsə, ardıcıldırsa, ortadakının kvadratı kənardakıların hasilidir. Ödəyirmi? Onda biz bunu belə yazsaq. B4'ün kvadratı bərabərdir. B3 vuraq nə? B5. Yaza bilərəmmi? B4'ün kvadratı bunların hasilidir. İndi 8'dən 2 vahid o tərəfə gedir. 2 ilə nəyə düşürəm? 32'yə. Fikir ver. 8'in kvadratı yenə nə edir? 2'ni 32'yə vuranda 64 eləyir mi? Onda bunu belə yazaram. B4'ün kvadratı bərabərdir. B2 vuraq neçə? B6. 2 vahid getdi, bax. 4'dən 2 vahid, 1 çıxdın, 1 gəldi. İndi 4'dən 3 vahid gedirəm. 4'dən 3 çıxanda 1, qonşuları elədir. O, bax, biri var, mən tutaq ki B4'dən, mənim qonşularım var. Nə bilim, B20'yə.
Bir vahid qonşularım var. Bir vahid qonşularım 20-yəmsə, 21 neçədir? 19. 2 vahid, mən 20-yəm. 20-dən çıxıram. Biri 18, biri 22. Bu da eyni qaydadır. Kitabda bu düsturu ona görə yazır. Bura bax, biri 64-də vuranda 64 eləyir mi? 8-in kvadratı yenə 64. Yenə ortadakının kvadratı. B1 vuraq neçə olur? B7. Hamısı ödədir. Ona görə də belə bir düstur yaradıblar. Belə bir düstur. Məsəl üçün, B30 yazıram. Özündən bir dənə səkinə ədəddir. Ürək istədi. 8. Yəni 30-dan 8 vahid qonşularını axtarıram. 8 vahid qonşu axtarıramsa, bir dəfə 8-i çıxıram 22, bir dəfə də 38. Bax belə. Mən bundan istifadə edirəmmi? Mən bir dənə bilirəm ki, ortadakının kvadratı, qıraqdaşlar nə idi? Hasilidir. Bundan istifadə eləmir. Bundan istifadə eləmir. Bax, yazır B4 kökdə 3-dür. B4 nədir? 4-cü yerdir. Həndəl silsilədə 4-cü yerdə duranın qiyməti kökdə 3-dür. Sonra nə verir? Deyir ki, onun həndəl silsilənin iç 7 həddinin hasilini tapır. İç 7 həddinin hasili, yəni B1, B2, B3, B4, B5, demin sevimli sualıdır. B6, B7. İç 7 həddinin hasilini tapır. Tələsmir. Bunu deyir ki, iç 7 hasilinin tapır. 3 dənə yol deyəcəm və həmişə də deyəcəm, bir dənə o bir yoldan eləyin, imtihanda vaxtınız getməsin. İndi qulaq asın. Sənə bunu soruşur. Birinci adın səndə. Asant yolu deyəcəm. Asant yolu. Asant yolu. B4'ü nə verib? Apar neçə dənə hasil varsa hamısının yerinə kökdə 3 yaz. Hardan çıxır deyəcəm. Kökdə 3, kökdə 3, kökdə 3. Belə qısaca deyim. 7 dənə həddin hasilini soruşmur. Kökdə 3'ü neçə dəfə öz-özünə vuracaq? 7 dəfə. Kökdə 3, kökdə 3, kökdə 3, kökdə 3. Kökdə 3'ü kökdə 3'ə vururam. 3. Bunu vururum. 3. Bunu vururum. 3. Bir dənə 3 qalır. Cavab eləyir. Misalın cavabı 27 kökdə 3. Bütün hamısında alınır. İmtihanda hasil desə, cəmdən danışmıram ki, bax mən esenlərdən hələ danışmıram ki, esen qaydasından danışmıram. Eləcə nə qaydasından danışıram? Həndəl silsilədə hasildən danışıram. Cəmi qatmıram. Adi misal kimi, cəmin düsturları ayrıdır. Bu cavab elədi 27 kökdə 3. Bir dən kimsə deyək, məsəl üçün, bu hardan alınır? Bunu silirəm. Məsəl üçün, B4'ü 6 versə, aparıb hamısını yerine nə yazıb hesablayacağım? 6. B4'ü 3 versə, aparıb hamısını yerine nə qoyub hesablayacağım? 3. 2 versə 2, 20 versə 20, 3'də 1 versə 3'də 1. İndi bu qayda hardan çıxır? İndi bu qayda hardan çıxır? Mən bayaq belə bir şey yazdım. Bunu götürdüm. Bunu. B3, B5'e vuranda B4'ün kvadratı verilmir. Bunun ikisinin yerine B4'ün kvadratı yazılır. B2'ni B6'ya vuranda B4'ün kvadratı mı? B1'i B7'ye vuranda yine B4'ün kvadratı. Bir de ortada ne qalır? B4. Neçə dənə B4 elədi? 7 dənə. İkisi bu da, ikisi bu da, ikisi bu da, bir dənə. Biri bu da. Bu demək istəyir ki, B4'ü neçə dəfə öz-özünə alır? 7 dəfə. Buradan çıxır. Yox, bilirəm ki, bu qaydanı uşaqlar tətbiq eləmir. Nə qaracıyıq? Bütün misalların həlli. Parçalayacağım, açacağım. Məsəl üçün, bir misalda ilişibsən, parçala. Həndəl silsilədə, yəni bütün misalları həll edən parçalamalı. B1 vur, B2'ni, B1 vur, küstü 1. B3'ü, B1 vur, Q kvadratı. B4'ü, B1 vur, Q kubu. B5'i, B1 vur, küstü 4. B6'nı, B1 vur, küstü 5. B7'ni, B1 vur, küstü neçə? 6. İndi hesablayıram. 1, 2, 3, 4, 5, 6, 7. B1'dən neçə dənədir? 7 dənə. Q-dən Q'lər topla.
Neçə? 21. Oldu mu belə? Bizə eləcə B1-dən Q-nün özü lazımdır. Bu da B1-dən Q-nü yazsam. 7 ilə 20 ortaq nəyə bölünür? 7-yə. 7-dən əbi vurub çıxardıram. B1-in 7-si getdi. 21-in 7-yə tamamlananda belə yazıram mı? B1 plus Q kubu sana nəyi verir? B4'ü. Yəni bu saat yenədir. Sən Allah B4'ü neçə dəfə öz-özünə vur? 7 dəfə. Oradan çıxır. B4'ü 7 dəfə öz-özünə vur. Qısa yolu aparırsan, nə varsan, yerinə həmin ədədləri qoysan, ən gözəl yol. Məsəl üçün, belə verir. Baş sağ ol. Deyir, filan ortadakı ikidir. Hamısı yerinə yazıram 2. 2 vur 2, vur 2, vur 2, vur 2, vur 2. 32. Tamam. Çətin mi? Hamısını yerinə aparıb eyni ədəd yazır. Niyə elə olur? Ortadakıdır. Parçalayanda ortadakını verir. Və yaxud tərsinə verə bilər. Topluda tərsinə də salıblar. Tərsinə. Belə verir. B2, B3, B4, B5, B6 hasili 243. 243. B4 neçədir? Yəni, kodlarında fikirlərsin. 5-ci sıracıdan 243 olur. 3-dür. Neçədən ədəd var? 1, 2, 3, 4, 5. Hansı ədədi 5 dəfə öz-özünə vuranda? 343 eləyir, 243 eləyir, 3. Cavab eləyir 3. Asaddır mı? Başa düşdünmü bunu? 3 vur 3, vur 3. Vurursan, 5 dəfə öz-özünə vursan. Belə, ha, elə bir belə. 3, vur 3, vur 3, vur 3, vur 3. 3 dəfə 3, 9. 9'u savuram 27. 27'ni savuram 81, 81'i savuram 243. Bölmür elə bir. Nəyə, hansı eyni ədədləri çıxarsansa x yazamsınlar. X vur 2, vur 2, vur 2, 243 eləsin. Bildik mi yolu? Başa düşürdü bu. Gəlir cəm hissəsinə cəm. Qulaq asın. Burada 2 dənə cəm düsturu var. Biri ayrı-ayrıdır ha. İlk enəkdilin cəmidir. Bir də sonsuz azalan həndərsizlərin cəmidir. Biri esendir, biri dobridir. Bax, birinci keçirik bunu. İlk həddinin cəmi. Buna deyirik esen. Esen nədir? Məsəl üçün, deyirəm, həndəs silsilənin ilk 6 həddi. Əlində olmalıdır. B1, B2, B3, B4, B6 nə qarmalısan? Toplamalısan. Düsturunu da yazacağım. Birinci təbii olaraq sadədən başlayıram. Yazıram 3. 3, 3 dəfə 9, 27, 81, 243. Bunu yazdım. Ab 81. Deyirəm ki, ardıcılığın ilk məsələn 9 həddinin cəmini tap. 8 həddinin cəmini tap. İlk 8 deyək. 8 həddi. 8 hədd nə deməkdir? S8. Yəni mənə başdan neçədən əsl cəmi lazımdır? 8 dənəsi. Məndə neçəsi var? 4 dənəsi. Q nədir bu da? 3. 3'ə vura-vura gediblər. Yəni 9 bölü 3, ikincini bölürəm birinci. Bunu davam elətdirsəm, tutaq ki, düstur-müstur bilmirəm. Əlimə alıram kalkulatoru. Kim istəsə özü vura bilər. Hətta imtihanda elə kalkulatordan eləyək.
81-i 3-ə vuram. 243 bunu bir də. Sonra 243-ü nəyə vuracam? 3-ə 729. 8-ə qədər lazımdır. 729 sonra 3-ə vururam. 2187. 8 axtaram. Neçədən oldu? 1, 2, 7. Bunu da təkrar 3-ə vururam. Mən yazdığım rəqəmlər çoxdur. Topdakı rəqəmlər elə çox olmur. Özüm qəsdən çox yazıram. 6561 yazdım. Bildik bunu B8 nədir? İndi S8 bunların hamısının nə idi? Cəmidir. İndi bunları toplayıram. Bunun üstünə gələm 2187-ni, üstünə gələm 729, 243, 243, 81, 27, 9. 9840 elədi. Cəmi elədi 9000 neçə? 840. Özüm qəsdən böyük rəqəm yazıram ki, mənasını başa düşəsən. S8 nədir? Başdan biri var A8. A8 budur. S8 hamısının nə idi həndəsizlədə? Ümumən S8 cəmi deməkdir. İndi düsturun ətərdir. Deyirsən, mən bunu belə taparsanmı? İndi uzun rəqəm deyil də. Yenə tapmaq olar, o qədər çətin deyil. Bunun düsturun ətərdir. S. S-in bərabərdir. Kəsir xətti çəksən. B1-i yazırlar. Mütləq əlində B1-in olmalıdır. Mötərizatırlar. Q-nü yazırlar. Q-nün dərəcəsinə nəyi axtarsansa, həmin o qiyməti yazasan, çıxarsan, hesablayandan sonra 1-i, bir də Q-dən 1 çıxarsan. Düstur belədir. Belə oxuyuruq. S-in bərabərdir. B1 vur. Q üstü N çıx 1. Q çıx 1. Məsəl üçün yazırıq. S8 axtarıram. B1 vur. Q üstü. Neçəni axtarırıq biz? Q-nün təpəsinə 8 yazasan. Çıxarsan 1-i. Böləsən. Q çıx 1-i. Belə. Düsturu belə qurasan. Bu da təxminini yerinə yazılacaqsa bu. Başlayıram. B1'imiz neçədir? 3. 3 vuraq. Q'miz neçədir? 3'dür. 8 yazacağım. Çıxacam biri Q'nun yerinə. 3 çıx 1. 3'ü 8 dəfə öz-özünə vuracağım. 3'ü 8 dəfə öz-özünə vuranda elə bu eləyir. 6000 yox. Bu da qısa gedir. Qısa getmir daha doğrusu. O biri rəqəmlər verəndə daha saxdır. Bu eləyir ki, hesablayanda yenə 9840 alasın. Yox, indi mən ayrı sual yazıram, görək alınır, alınmır da. Bu başa düşməkdən ötürü belə rəqəm yazmışam. Sana kəsirli verəcək. İşin gücün qutarıb, bir-bir kəsirliyə vurasan. Yəni elə şeylər var ki, düsturu bilmədən aşmalısan. Məsəl üçün, belə verir. Düsturu silmirəm. Düstur burada qalsın. B1 vur. 241. 241. Böyle tərzlərin çözsün üstündə nə var? Məsəl üçün, belə bir misal yazıram. Burada ise çok. Bak nasıl var. Məsəl üçün belə bir şey yazın. Olsun B1 108 Q -3'də 1. Q -3'də 1. Belə bir şey yazıram. B1 108'dir Q -3'də 1. Deyirəm S4'ü tap. Biz düsturu tətbiq eləmək öyrəndik düsturu.
Yazacağıq. S4 bərabər. B1 vuraq. 2 üstü. 4. 2 çıx 1. 2 çıx 1. Amma 2-nün başına birincidə nə yazacaq? 4. Yazırıq. B1 108. 2-nün yerinə -3-1 qoyanda. Ya 2 üstü 4-ü qıraqda hesablayım. -3-1 üstü 4. 81-də 1. -3-ü 4 dəfə özünə vuranda müsbət. 81-də 1-dən nə çıxıram? 1 çıxıram. Böyle 2-nün yerinə -3-1-dən də 1 çıxıram. Bu eləyir. 180 vuraq. Tort 81 dilimə ayrılıbsa, birini yiyibsənsə neçə qalır? 81. 81-də 80. Amma nətərindən? Mənfisinlə. Mənfisinlə. Mənfi. -3-1-dən 1 çıxanda topluysan. -1/3-1. Bu da -3-də nə deməkdir? 4. Mənfilər gedir. Getdi mi? Getdi. Bunu buna vururam. 108-i vururam. 81-də nəyə? 80-ə. Böləcəm məxrəc nədir? Məxrəcə də bölürəm. Böləcəm 3-də nəyə? 4-də. Böləndə birinci qalı, bunları saxlayıram, vurmalı. Bu bölmənin tərsinə çevirib nə yazacağım? Vurma. Bax, bunu hesablayacağım. Surətin cavabını elə bil nəyə bölürəm? Məxrəcə bölürəm. Bu da görək nə olur? 3-ə bölsəm 1, 27. 4-ə bölsəm 20. Bunun 27-nin özünə bölsəm bölünür. 4 düşür, bölünür. 4. 4'ü 20'ye vurur. 80. Cevap eləyir 80. Cəmi 80. Düsturun tətbiqi azmaz başa düşürdü. Topluda cəmi buna aid 3 dənə sual var. 2 dənə esinə. Çünki toplu ən çox sonsuza cavab həndəsi istəyir. Başa düşdük bunu. Qaldı bir dənə düstur. Bu ilk ənəhdinin cəmi düsturudur. Keçirik indi sonsuz azalan həndəsizlə. Silmirəm heç onu. Aradakı fərqə baxasınız. Sonsuz azalan həndəsi silsilə. Bu fərqlidir. Bax, sonsuz azalan nə demək? Azala gedir, sonsuzdur. Məsəl üçün yazıram belə bir şey. 16, 8, 4, 2, 1, 2-də 1, 4-də 1, 8-də 1, 16-da 1, 32-də 1, 64'də 1 və s. Hamısını yazmıyorum. Lövhədə gördüyün bir dənə həndəsi silsilədir. Amma nə tər həndəsi silsilədir? Bunu nəyə bölə gediblər? 2-də 1-ə. 2-də 1-ə vurublar, yəni 2-yə bölə gediblər. Bunu 2-yə bölə gediblər. Bunun küsünü yazsa, küsü 8-16-ya bölürəm. 2-də 1 qalır. Yadda saxlayın. Kü'nün cavabı 0-dan 1 arasında olsa, mənfi də ola bilər ha, yəni 0-1 arasında olan ədədlər. 0-dan 1 arasında olan mənfi və ya müsbət ədədlər. 1-dən böyük yox. Bu sonsuz azalan həndəsizlərdir. Azala gedir. Bildiniz sonsuz azalan həndəsizlərdir. Azala gedir. İndi sağ deyir ki, bunun cəmini tap. Biri deyir ki, məsəl üçün kitabda yazır da həndəsizlər sonsuzdur. Sonsuz. Bir deyir sonsuzun nətər cəmini tapınca. Sonsuz olan bir şeyin deyir cəmi gedir axı, sonsuza qədər gedir. Onu nətər tapın? Düstur veriblər. Deyir bunun cəmini tapmaqdan ötürü bu düstur tətbiq edəcək, eləyək, başa salacaq. B1'im neçədir? 16. Kü'müz də 2-də 1'dir. Bunun cəmini tapıram. Lövhədə yazdığım bu ardıcılığın cəmini tapıram.
Düstur belə idi. B1 bölək 1 minus 2. 16-nı bölürəm. 1 çıxar 2-də 1-ə. 1-dən 2-də 1 çıxanda 2-də 1. 16-nı 2-də 1-ə böləndə neçə eləyir? 32. 32. Deyir ki, bu ardıcıllığın cəmi 32-dir. Biri oradan etiraz edir. Deyir, bəli, sonsuzuydu. Bunun cəmi niyə 32-yə bərabər oldu? Cəminin tapılması düsturunu başa düşdünüz. 32 haradan gəlir deyəcəm indi. Bir dənə məntiqdən bura bax. 16 üstə 8 gəl. 24 üstə 4 gəl. 28 üstə 2 gəl. 30 üstə 1 gəl. 31. Bura qədər 31 elədi, elə? 31-dən sonrakılar 1-i 2-də böləndə nə eləyir? 0,5. 1-i 4-ə böləndə nə eləyir? 0,25. 1-i 8-ə böləndə 0,125. Buna bax, azala-azala gedirmi? 1-i 16-ya böləndə 0-lar keçəcək. Bunları oxşu cəmləyəndə hamısı 1-ə yığılır elə bil. Elə bil hamısının qiyməti hansı rəqəm aşmır? 1 aşmır. Ona görə bunu 31 götürüblər. Buna təxmini nə götürüblər? 1. 31-dən 1-in cəmi 32. Ona görə yazılır. Bu bilirsiniz nəyə oxşuyur? Bax, mənim qabağımda tutaq ki, bir dilim tort var. Mən oradan hər dəfə bir damcı alanda onu sonsuza qədər yeyib tutara bilərəm. Bir damcı, bir damcı. O, yəni axırda yenə o bir tort nə olacaq? Tamamlanacaq da yeyib tutaracaq əvvəl-axır. Ona görə də bu müəyyən ədədə yığılır. Limit belədir. Bu əslində biraz limitə gedicidir. Ona görə deyirlər ki, bunun cəmi hansı ədədə yaxınlaşır? 32-yə yaxınlaşır. Konkret olaraq belə tapılır. Bu belə tapılır. Məsəl üçün, sualı belə verir. Sualı belə verir. Deyir, sonsuz həndəs silsilənin cəmini tap. Belə verir. 3 verir. 2 verir. 4 bölü 3 verir. 8 bölü 9 verir. Deyir, bunun cəmi nəyə bərabərdir? Düsturdan gedirik. B1-imiz nədir? 3. 2-miz nədir? İkincini nəyə bölürəm? Birinciyə. 2 bölü 3. 2-miz də bu elədir. Tapdım. Düsturda yerinə qoyuram. Birdən kimsə mənə sual verər ki, mən hardan bilim, bununla gedirəm, bununla gedirəm. Saat desək ki, iç 5 həddinin cəmini tap. S5-dir. Yox, sonsuz cəm desə, sonsuz. Araya toplama nöqtələr qoyur. Və yaxud özü deyək ki, sonsuz azalan həndəsizsə, onda bu düstur. Yerinə yazırıq. S bərabər. B1-i yerinə 3 yazıram. 1 çıxaq nə eləyir? 3-də 2. 3 bölək. 1-dən 3-də 2 çıxanda nə eləyir? 3-də 1. 3-ü də 3-də 1-ə böləndə neçə eləyir cavab? 9. Bu təxmini olaraq hansı ədədə yaxınlaşacaq? 9-a yığılır. Bu o demək. Bildiğiniz sonsuzdan adinin fərqi nədir? Sonsuzda demir S falan şeyə tap. Sonsuzda deyir ümumi bütün ədədləri cəmlə nəyə yaxınlaşır? Sonsuz azalanda azala gedir. Amma ilk ədədinin cəmi deyəndə sonsuz olmayanda o müəyyən ardıcıllıq verir. Deyir bu falanıncı ədəddir. Məsəl üçün, sağ belə bir suallar verəcəm. Deyəcək cəmini hesablaş. Cəmini tapın. Məsəl üçün, kəsir bölməsində deyəcək cəmini tapın. 5'te 1 deyir ki.
B1 25'te 200. 25 yaptı. 25 oldu. 25 bölək 5-də 4 neçə eləyir? 25 oldu. Hə, kəsir bir şey qaldı. 25 bölü 4. Qulaq as. Bu sonsuzdur azala gedirmi? B1-im neçədir? 25. Bu ikinci. Hamısını nəyə belə gediblər? 5'te 5-ə. Deməli 5-də 1-dir çüyümüz. Hamısını 5-ə belə gediblər. Çüyümüz 5-də 1-dir. Cəmdir. Bu düsturu tərtib edirəm. S bərabərdir. B1 bölək 25 bölək 1 çıx 5-də 1. 25-i böləcəyik 5-də nəyə? 4-də. Gəlin 6-cı sinif kimi bölək. 25 bölək 5-də 4. Böləndə birincisi qalır. İkinci tərsi. 125 bölü 4. 125-də 4-də böləndə 31 tam 4'te 125. 31 tam %25. Təxmini bu 31 tam %25'e yaxınlaşır. Təxmini bu. Belki saatliyor yani. Nə? Belki saatliyor. Belki. Yəni bunu aşmır da. Eminim en sonunda toplu özünü öldürdü. Sual verin. Lövhədə yazdığım həndəsi silsilədə lövhədə yazdığım həndəsi silsilədir. Amma ardıcılığı pozan bir ədəd var. Sizcə hansıdır? 8'de. 8'de. 4. Tamsın içkiler. İçkiler de böyle. 4. Həndəsi silsilədə hansı poz var ardıcılığı? 4. Niyə 4? Tamsın içkiler. Bir dənə bura bax. Bax. Bunun hamısı bax 4 4'də 1 olub. Nəyə bölüblər onu? 16'ya. 4 4'də 1'ə düşüb 16 eləyib. 4'də 1'i 16'ya böləndə 8'də 1 eləmir. Və yaxud bunu böləndə. Bu cərgəni götürəndə fikir verin. 4'də 1 8'də 1 olub. 2'yə vurublar mı məxrəci? Yəni 2'də 1'ə. Bu da. Amma bu 4'ü 2'də 1'ə vuranda neçə eləməlidir 2? Deməli bu da 2 4 nədir bu da? Artıqdır. Bunu qatmıram. İnsa misallarda belə bir şey verir. Gəl bunun cəmini tap. Şərtlər. Nətər taparam bunun cəmini? Hə, bu 3 dənəni tapacağam. 3 dənə həndəsi silsilə daxil. Bunun cəmini tapacağam. Sonra qıraqda nə qalıbdır? 4 də həmin olsun necədə. Başlayıram. Bu həndəsi silsiləsə sonsuzluq deyir nöqtələr. B1'im 4'də 1'dir. B2 8'də 1'dir. Küyünü tapandan 8'də 1'i bölürəm 4'də 1'ə. Küyünü 2'də 1 alasın. S'i tapıram. S'in düsturu nədir? B1 bölək 4'də 1 böl. 1 çıxaq neçə? 2'də 1. Bu eləyir. 4'də 1'i bölürəm 2'də 1'ə. 4'də 1'i 2'yə böləndə 0,5 alasın. Bu cəmi neçə tapdın? 0,5. Yəni 4'də 1, 8'də 1, 16'da 1, 32'də 1. Axırda da 4'ün üstünə 0,5 gəlir. 4,5. Saçdıran sual. Bildin nə vardı burada? 4'ü niyə qatmadım Ruhi? Niyə götürmədim? Niyə məsələsinin yerini götürüb yazmadım? Ama ondan sırasına daxildir. Daxildir deyə götürmədim. Yoxsa nədir? Daxil gölgəydi. Niyə daxildir öyle ki? Niyə mən onu belə deyirəm, gözü çıxdıma saldım? Niyə ay Cəfərov Hüseyin? Mən də silsiləmə gətirdim. Bax, ay. 4, 4'də 1 alınır. Nəyə bölüblər? 16'ya. 4'də 1 16'ya böləndə 8'də 1 alınır mı? Alınmır. Həndəs silsilə oldu ki,
Bunu buna böləndə, bunu buna böləndə, bunu buna böləndə eyni ədəd alınsın. Bunu buna böləndə ayrı ədəd çıxır. Bunu buna böləndə ayrı ədəd çıxır. Deyirsən, onda bu həndəl silsilə əmələ gətirmir. 4-ü qırağa atıram, cəm axtarıram axı. Bunu buna böləndə də 2-də 1 qalır. Bunu buna böləndə də 2-də 1 qalır. Görürəm, eynidirmi? Onda mən bunun cəmini tapıram, cəmləyirəm. Cəm düsturunu da sonsuz azalam. B1-i bölməliyəm 2-yə. B1-imi onda bunu alıram. 4-də 1-i nəzərə alıram. 4-ü niyə nəzərə almıram? 4 pozur sıranı. Hamısını eyni ədədə vururlar, bir dənə 4. 4-də 1-i bölürəm, 1 çıxar. 3-ümüz də nə tapdıq? 2-də 1-ə. X-i tapdıq 0,5. Yəni budan sonsuza qədər 0,5-dir. 4-ün də üstünə 0,5 gəlib 4,5. Bildik mi bunu? Bunu sizə verirəm. Deyir ki, lövhədə gördüyünüz bu 3 dənədə həndəl silsilənin ardıcıl hədləri olarsa, x-i tapın. İpucu verim. Bayaq ki, ardıcıl idisə, ortadakının kvadratı, qıraqdakının nə idi? Hasili. Bunu da elə hesablayacaq. Amma bu da müxtəsər zat var. Deyir, x-i tapın. Alimə tapdı. Düzdür. Məhsin də tapdı. Fatimə? Məvsi yoxdur. Hüseyin düzdür. Hüseyin də tapdı. Konkret. Yox. Hesablama səhvi. Bu 3,5'dir. 3 yazmışam. Sol tarafta nerede? Solda zamanda işaret solda. Evet. Yok. Müsbət 8'dir. Cavab 8. Düzdür. Yoxsa beyazdır. Bunun kvadratı vurma. Bax, qaydanı tətbiq edirəm. Qayda belədir. Ortadakının kvadratı. X çıx 2'nin kvadratı bərabərdir. Qıraqdakıların nə ilə? Hasilə. Bu qaydanı tətbiq edirəm. Ortadakının kvadratı bunların nəyi? Hasili. İndi bunu müxtəsərlə artıram. Birincinin kvadratı. Bir-birinə hasilin kimisi? 4x. X-i 2'ye vururam. 2 kimisi 4x. Plus 4. Bunu da vururam. X-i x-a vururam. X kvadrat çıxar. 3,5x. Biz tənliyi həll edəndə hərflərin hamısını sola, ədədləri sağa. Soldakı hərfləri saxlayıram. X kvadratı çıx 4x-i saxladım. Müsbət bu üzə keçir. Mənfi. Mənfi 3,5 sola keçir müsbət. Bərabərdir. Sağda ədəd qalıbdımı? Yoxdur, amma solda müsbət 4 var. Bu üzə tuluyuruq. Mənfi 4. Bundan bu gedir. Mənfi 4x-in üstə bu gələndə mənfi 0,5 qız. Mənfi 4-ə, mənfini mənfiyə bölürük. Müsbət 4'ü bölürük 0,5'ə. Bir dənə vergül artıram. Bir dənə 0. Vergülər gedir. 40'ı 5'ə bölürük. 8. Cavab edir 8. Başa düşdük mü bunu?
Aydın oldu mu? Sonra belə bir sual verim. Hə. Deyəcək bunun hasilini tapın. Deyəcək hasili tapın. Hasil deyəcək tapın. İkisi də saniyəli həlli var. İkisi də saniyəli. Belə olur. Olur, atsan. Bunu verir. Hmm. İki hansını keçəcək. Bax, belə suallar verəndə dağarsan. Əlini qoysan qulağının dibinə, yəni rahat. Vurma verir. Məlum olan bir dənə rəqəm hansıdır? Çöktüçü. Hasil deyir elə yenə. Ataq bunların yerinə çöktüçü yaz. Çöktüçü. Bundan 2 çıxır. Bundan da 2 çıxır. Bundan çöktüçü. 2 dəfə 2 4. Bu da eləyir 4 çöktüçü. Qısa yolu belə. Aydındırmı? Vurmaların hamısında, cümləmə diqqət elə. Vurmaların hamısında bu qayda ödəyir. Vurmaların hamısında. Buna oxşar birini də verəcəm aladı. Yox, biri deyəsən ma yolumudur. Deyim də. Silirəm. Nə var acıyıq? Heç nə yoxdur. Hamısını parçalayacağım. B1'lərə doldururum. B2'ni B1 vur, çüstü 1. B22'ni B1 vur, çüstü 21. Çöktüçü qalır. B19'u B1 vur, çüstünə yazıram. Bu B1'dən bu B1 getsin. Bu da qalır. B1 üstü çüstü 22. Çöktüçü çüstü neçə? 18. Çüstü 18'i bu üzə keçirdik. Bölmə yazsam. Çüyləri əvim bir-birinə böləm. Çüstü 4 qalır. B1 vur çüstü 4. Çöktü 2'dir. Yəni harda B1 vur çüstü 4 yazsam nə yazacağım? Bu da bizə B5'i verir mi? B5 çöktü 5'dir. Ortasıdır mı? Bayaqçı dediyim. Bunu da parçalaysan ya da bu da B5'dən neçədən alınır? 5 dənə. 5 dəfə öz-özünə vursan. Parçalayanda bu da B5 üstü 7 alasın. Bunu parçalayanda sonunda belə alasın. 5 belə alasın. Bax, parçalayanda belə. Bu da sağ 5'i verir. B5'i 5 dəfə öz-özünə alasın. Qısa qayda belə. Sağ. Çox qısa. Sonra belə bir şey yazıram. Bunu verir, bunu tapdayım. Nəfə tapdın? 64 ise 3 tane elir 64 en dolu demek 4 2 14 ile 4 Bu qədər. Parçalamıram. 3 dənə hədd var. Nə 3 dəfə öz-özünə vuranda 64 edir. 4, 4, 4. İkisinin hasili deyir. 4 dəfə 4, 16. Vurmaların hamısında alınır. Bir dənə rəqəm verəndə. Çətindirmi? Bence çətin deyil. Ha, ücə bunu qapatsam da. Bu sualda sağ deyirəm. Həm B1'i tap, həm çöyünü. Belə bir sualdır. B4 çıx B2 24'dür.
5 çıxıq B1 12-dir. Həm Q-ni istəyirəm, həm B1 istəyirəm. Bu da bu yoxdur ki, hə, bunu belə eləyim. İpucu verim, hamısını B1-ə parçalam. Alimə tapıq hələ problem var. Bax, sana deyirəm, B1 Q-ni tap. Dedim parçala. Birinci bunu parçalayıram. B1 vur, Q-üstü 3 yazıram da. 4-dən 1-i çıxıram 3. B2-ni də B1 vur, Q-üstü 1 yazıram mı? Yazdım. Bərabərdir 24. İndi aşağıya bax, aşağıya. Rövfədə olsun içində. Q-nü B1-i yazıram, Q kvadratı, bu da B1 12. Hə, əsas məsələ bunu yazandan sonradır. Bunu çəkirəm. Ortaq çıxardacağam. Ortaq. Yuxarıdan da, aşağıdan da ortaq. Bunda B1 var, bunda da B1 var. Birincidən B1-i çıxartdım. Bunda Q üstü 3-dür, Q üstü 1-dir. Nəyə çıxardırdım ortaq? Azı, imtahana düşür. Q üstü 1. Bu cəhdə ətraf yazılıya sallar özdə adətən belə sualı. Məsələnin içində verir. Deyir, 4-cü mərtəbə, 2-ci mərtəbə, 2 artır, 3 dəfədir. Çəkirəm, B1 çıxır. Q-dən 3 dənədir, biri çıxır, neçəsi qalır? 2-si. B1 Q-nün özü çıxır, 1 qalır, bərabərdir 24-ə. Aydındır ağardım. İndi düşürəm aşağı. Ortaq nə var? Q var, xeyr. Ona mötərizə atıram. Bu da qaldı, Q kvadratı. Çıxaq, 1 bərabərdir 12. Bunu bura qədər yazırsınız. Bəzi adamlar yazmışlar. Davamını bilirsiniz, ağırasınız. Mötərizənin çeynidirmi? Sistemi həll edəndə alt-alta toplaya da bilsən, bölə də bilsən, vura da bilsən, çıxa da bilsən. Bunu böləcəm. Böləndə bununla bu gedir. B1-dən B1 gedir. Q neçə qalır? 2. Q-ni 2 tapdım mı? Bunlardan birini götürürəm. Məsəl üçün mən bunu B1 vur, Q kvadratı çıxaq 1, 12-yə. Q-nün yerinə aparıb 2 yazıq. Nəyə tapacam? B1-i. Olur B1 vur. 2-nin kvadratı 4. 4-dən 1 çıxıram. 3, 12. B1 də 4 edir. Təkrar bir də deyirəm. Rövfiyə bax, bir də deyirəm, sualı. Bunlar düşürlər. Nətər salır, ya məsələnin içində salır. Böyük ehtimal sizə gələcək. 2027 gələn 11 verən imtahan uşaqlarına. Niyə? Bu illərim həndəsi sualından əsl əlamət yox idi həndəsi silsilədə. Ədəd silsilə var idi. Həndəsi silsilədən sualdan əsl əlamət yox idi. Belə sistem verəndə parçalayasın. Nəyə parçalayırsan? Bir də deyim, mən B2-yə parçalamaq istəyirəm. B2-yə heç vaxt parçalama. Çalış həmişə B1-ə parçala. B1-ə parçalayanda bütün çətin misallar düz çıxır. B4-ü B1 vur. 4-dən 1 çıxıram, Q kubu yazıram. B2-ni B1 vur, Q-üstü 1 yazıram, yazdım 24. B3-ü B1 vur, Q kvadrat yazıram, çıxaq B1. Deysən, hə, nə olsun, qarışıq bir şey alındı. Alınsın da. Yuxarıdan da, aşağıdan da ortaq çıxardıram. Buna baxıram. B1 var, B1 var. Bundan B1-i çıxartdım. Q-dən 3 dənədir, bu da Q-dən 1 dənədir. Birini çıxartdım. Bundan B1-i çıxır, Q-dən 3-dən 1-i çıxır. Q-dən neçə çıxır? Qalıb, ikisi. Mötərizə atıram, qalanların içinə dolduram. Bunun özü çıxıbdır, nə yazıram bura? 1. Bərabərdir 24. Budan ortaq nəyə çıxardıram? B1-i, Q kvadrat çıx 1. Bunlar gedir. Bundan bu da gedir. Bölürəm. Niyə bölürəm? Çünki eyni şey var, vursam, toplasam, mənə heç nəyi vermir, çıxsam. Mötərizələrin çeyni olanda həmişə bölürsən, gedir, Q-ün avtomatik, necə tapdım? 2. Gətirirəm, buralarda da bir yerinə 2 yazıram. Çatdı mı biraz sualın forması? Gözlər bilimdə deyim. Məsəl üçün, belə bir şeylər verir. Eləcə misalı yazıram.
suallarda məsəl üçün həm yuxarını, həm aşağını açarsan. Yuxarını aça bildin. Aşağı nə tərəf açılır? B1 vur Q-nün kubu. 2 vur. B1 vur Q üstü neçə? 2. B1-lər gedir. Q üstü 3-ü nəyə bölürəm? Q üstü 2-yə, Q eləyir 2. Məsəl üçün. Və yaxud B4 almaqdan ötürü B3-ü nəyə vurublar? Nətər? Çünki orada şəkil Q üstü. Hansı? Bu da Şöyle beləmiz kimi şanslı. 2 üstü üstdən 2 Bunu böldürəm buna. Orada 2 qalır. Öz vermişəm. Şərt özü. Nəyin? Q üstü 2-yə böləndə hərflərdə bölmə olanda üstlər nə olur? Çıxılır. 3-dən 2 çıxıram, Q üstü 1. Bu üzə keçir, bölmə olur. 2 misalını belə. Ya da məntiqdən B4-dən alanda B3-2-yə vururlar. Deməli, 3.